Değerli tələbələr, gəlin bugün sizlərlə bir rebus sualının izahına baxaq. Bu sual 22 iyul 2025-ci ildə dövlət qulluğuna qəbul imtahanında düşmüş suallardan biridir. Hər dəfə bir rebus sualı, yəni fiqur ədəd əlaqələri ilə bağlı bir sual düşür, bəzən ikisi düşür. Bu da maraqlı bir sualdır. Əvvəlcə bu suallara necə baxırıq? Yəni ümumiyyətlə necə baxırıq? Bəzən, yəni bu 3 dənəsindən tutaq ki, 7 və 5-dən B-ni almağa çalışırıq. 9 və 3-dən 2-ni almağa çalışırıq. Yəni fiquru bizə ayırmış bu fiquru 2 yerə bölməklə ala bilirik. Bəzən isə sadəcə ilə ümumi baxırıq. Buradakı qaydamız necədir? Əvvəlcə A-nı B-ni tapmamışdan əvvəl, yəni A burdadır, B burdadır. Bunlardan əlavə bizdən, yəni bütün rəqəmlər olan fiqurda qaydamızı öyrənək sonra. Necə alıbdır? Fikir versəniz əgər. 4-ü 2-yə vurur buradan. Nə edir? 8, düzdürmü? Buradan da 6-nı 8-ə vurur. Eləyir neçə? 48. 48. 8 və 48-in cəmi bizə verir 56-nı. Yəni ortadakı rəqəmi. Bütün baxırıq. Eyni qayda yuxarıda da görürük. 12-ni 7-yə vurur. 84. Düzdürmü? 6-nı da 2-yə vurur. Bu da eləyir 12. 84 ilə 12-yi toplayanda bax bizə burada verir 96. İndi A ilə B-ni tapa bilərik. Əgər bunun qaydasını öyrəndiksə, gəlin A ilə B-ni tapaq. A-ya baxsaq, mənə deyir ki, 4-ü 11-ə vursam nə edər? Edər burada 44. Altdan yazıram. Bəs 86 alıb da. Biz 44 ilə nəyi toplayanda 86 alacağıq? Neçəni? 42-ni, düzdürmü? Bəs 3-ü neçəyə vursam 42 edər? A-yım buna görə 14-dür. Yəni 14-ü 3-ə vursam 42. Eyni qayda 4-ü 11-ə vursam 44. 42-ni ilə 44-ü toplasam 86 edər. Bir də yuxarıdakı B-ni tapaq. 7-ni 5-ə vuranda bu eləyər 35. 9-u 3-ə vuranda 27. 35 ilə 27-ni toplayanda 62 edirmi? Yəni B-imiz 6 olmalıdır ki, 62 eləsin. A-yımı tapdım 14. B-yimi tapdım 6. Bizdən də fərqini soruşur. 8 cavabını alarıq. Daha çox belə izahlar görmək istəyirsinizsə, həm YouTube kanalıma, həm də ki, Instagram səhifəmi keçid edib belə suallarla tanış ola bilərsiniz.